Herkese salam, kanalıma xoş gəlmisiniz. Səhərdə özümə çay süzürəm. Elə vlogumu da buradan başlayıram. Vloga başlamazdan öncə sizdən bir istəyim olacaq. Əgər kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Bu aralar həyatımda gözəl şeylər baş verir. Səbirsizliklə sizinlə paylaşmağı gözləyirəm. Kimin Instagram səhifəsi varsa, mütləq məni oradan izləməyə alın. Günlük storylərimlə canlı məni izləyə bilərsiniz. Neçə gün yolumuzda təmir gedir, bütün səskiyi götürübdü. Bunlar akşamdan qalıb burada, indi başlayırlar yenə yol çəkirlər. Təzə yolumuz. Çay için buradan geçelim. Uşaqlar yatıb. Market alışverişimizi çəkmişləri. Uşaqlar cips alıb, biz kök aldıq. Sonra göy, xiyar, şəftali. Şəftalılar çox qəşəngdir. Bunlar. Sonra banan aldıq. Badımdan götürmüşəm 3-4 dənə. Salfetka. Rəng götürüb özümə belə bir xozi. Çörək. Qreçka. Bunları 1 manat alıb. Arasında. Böyle toyuq. Kefir. Tural diyetaya başlayır. Rahimin yumurtası. Milan qatığı çox qəşəngdir. Qaymaqlı yazılan. Çox dadlı qatıqdır. Sonra Gerkules. Bu da Tural üçün. Makaron götürdüm uşaqlara. Salfetka. Yine. Özümə top götürmüşəm bir tane içməyə. Yok. Pesvat götürdük. Bu neydi? Bulgur. Bulgur götürdük. Var özümə diyeti kəsmiş götürüb. Sonra hər dəfə mən evdə olduğu olmadığım niyetlə alıram, atıram xaladeynikə. Qabartma tozu ilə vanil. Getdi. Burada şey alıb duralım nə üçün. Bir də belə bal kabaq götürüb duraq özümə. Nerede varsa ona görə diyeta. Bir də belə sertifikada kartof götürdük. Əsasən diyetikdir. Bu brokolini, bu deyil. Bu brokoldən 3 dənə belə kəsirsiniz, yuyursunuz təmiz. İçində cücülər falan yoxdur, boş söhbətdir. Özüm yoxlamışam, baxın, belə də baxa bilərsiniz. Tərtəmizdir də arası. Bir ya və yaxud da ki 2 stəkan su döküb 10 dəqiqə qaynadırsınız, soyuyur, suyunu içirsiniz, özünə də üstə duz səpib yeyə bilərsiniz. Şiş falan, kistadı, hər şeyə ümumiyyətlə əridib yoxa çıxardır. 10 günlük kurs kimi içə bilərsiniz. Nəcib xeyrin görmüşəm. Belə. Əsasən sağlam qidalanmaqdır. Alışverişimiz 49 manat 64 qəpik elədi. Çoxsu da sağlam qidalar da almışıq. Çünki Tural diyetdədir. Belə bir kargom gəlib. İnqalasiya aparatı zakaz vermişəm. Mən belə məhsulları Temudan çox Trendyoldan sifariş verməyi sevirəm. Elə bilirəm ki, daha keyfiyyətli olur. Ben xəstədir, inqalasiya aparatı zakaz verdik. Var, başqa adamdan götürmüşdük. Deməli, Bakıda bütün apteklərdən soruşduq. Belə zaretka ilə işləyən balaca, səssiz olan inqalasiya aparatları 100 manatdan yuxarıdır. Yəni 100 manatdan başlayır. Uşaqlar üçün də rahatdır. Məncə hər evdə olmalıdır bundan. Trendyoldan isə mən bunu kargo ilə bir yerdə 32 manata sifariş etdim. Sıra bilərəm. Böyle bir şeydir. Zaretka ilə işləyir. Akşam Rahimin qələsi eləyəcəm. Bundan eləyərik. Baxaraq görək necə işləyir. Garanti belgesi var. Başlığı da bu. Bu da taxılacaq mı? Özü balaca bir şey verim ola. O birisi çox səs edir. Birinci versiyalardan bir əvvəl çıxanlar. Değil mi? Taxacaq mı? Balaca. Bu göstərdim akşam. Anons edirik inqalasiya. Quraşdırma bilməm, baxıb eləyərəm. Görüm necə quraşdırır. Belə quraşdırılır.
Diyor belə. Bu da başqadır. Yəqin bunlar Adnara Rüsətlərdə o bir şey. Adnara Rüsətlərdə deyiləm yəni. Ama buna gibi almamıştım. 2 dənədir. Uşaq üçündür bu balaca. Hə. Bir də belə. Belə Ha, biri böyüsün de biri 2 dənə qoydular da. Biri böyüsün, biri uşaq üçün. De belə. Qoyun. Zaratkası olmaz. Öyle yan düşürür. Susuz eləmə görə həkim. Все. Qəşəng. Axşam göstərəcəm. Breçka pişirirəm. Oy canım. Deməli köftələrdi, pomidor doğramışam. Duz istiyor belə. Şimdi breçka tökəcəm. Yağ çox az eləyirəm. Breçkanı tökəcəm. Gözü qovurub su əlavə edəcəm. Breçkanı təmiz yumuşam. Qəşəng tökülmür, suyu tökülür. Breçkanı da əlavə elədim. İnansız bunu mən belə breçka sevmirəm, ancaq bu çox bişirəndə bəyənirəm, yeyirəm, uşaqlar da həmçinin. Həm də dietikdə bu turala da yaxşı olacaq. Köklə olanda əla olur. Kök bütülər əsas, bunun əsas ölçüsüdür. Olanda badda olur. Biraz da qovurum, sonra su tutacağım. Buna baxın qızlar. Nə səsi çıxır. Evet, işığı yanıb belə. İşığı yanır, все. Bir şey yanında tutub sakitcə səssiz. Burada Tural soruşdu, apteklərdə qiyməti 100 manatdan yuxarı idi. Və bu cürdə toksuz olanlar, səssiz olanlar. Biz bunu hardasa kargo ilə bir yerdə 31-32 manat elədi. Qiyməti endirimə düşmüşdü, sırası götürdüm. Tüstüsü də çox çıxır, yaxşıdır. Biz də belə bundan eləyirdik. Bu səs çıxardırdı, dəhşət. Amma yaxşıdır. Həm də görün nə boydadır bu. Onu sumkava götür, get rahat. Belə işıqsız belə çəkdim. Göy işıq uşağa da maraqlı gəlir. Sizi bilmirəm, mən bu lobiyanı dəhşət xoşlayıram. O birisi lobiyadansa bu lobiya mənə daha dadlı gəlir. Bunu da mən almışdım. Sadəcə olaraq ət falan başqa yeməklər elədim. Bu qaldı. Saralıb solmasın deyə, xarab olmasın deyə belə doğradım. Sonra keçib qaynatdım. Biraz götürdüm üstündən bişirdim. Yarısını da bir dənə paketə doldurub atdım buz yerinə, xaladenikin. Elə saxlayıram. Hazır nə vaxt ürəyimdə istədi çıxardıram. Soğanla belə qovurub hazır edirəm. Belə bu versiya da çox qəşəngdir. Bilmirəm niyəsə. Buna uzun lobiya deyirik biz. Şallaq lobiya deyirlər çox yerdə. Hər yerdə bir cür adı. Siz tərəfdə necə deyilir? Bilmirəm. Ümumiyyətlə bunun adı necədir? Bilmirəm. Qarı göz lobiya da deyirlər. Hansı ki aşda istifadə olunur. Məncə bu lobiyadır. Bu lobiyanı ümumiyyətlə görəndə hər dəfə bir şey xatırlayıram. Mamam həmişə bu lobiyanı payız üçün həyətimizdə əkirdi. Həmişəki kimi sonuncu yayda da elə əkmişdi. Ancaq anamın məclisi vaxtı bütün onun kollarını qopartmışdılar. Həyəti təmizləyəndə götürüb uzaq bir yerə atmışdılar sahəyə. Oradan cəmaət gedib onun kolundan lobiyaları yığıb daşıyırmış evinə. Bunu bizə sonra dedilər. Hər dəfə bu lobiyanı görəndə o söz yadıma düşür. Nəsə bilmirəm, belə pis oluram. Ancaq bu lobiyanı da xoşlayıram. Ayrıca bişirib yeyirəm. Belə bilirəm ki, lobiya anam hardasa görsəm bu lobiyanı elə biləm. Anam əkibdi, amma elə qalıb. Elə o cür təəssüratlarla bağışlayır. Nəysə ki, qızlar, mən artıq başlayacağam bundan sonra ev vloglarımı çəkməyə. Çünki bilirəm ki, mənim ev vloglarımı çox bəyənirsiniz. Bunu bilirəm. Mən də darıxmışam ev vlogları çəkmək üçün. Sadəcə olaraq sizə demişdim ki, evdə köçmək planımız var. O biraz ərtələndi. Başqa bir planlar həyata keçdi deyə o ərtələndi. İnşallah yaxın vaxtlarda belə bir şey olacaq. Demirəm köçməyəcəyik, köçəcəyik təbii ki. Ancaq ki, hələ ki biraz uzandı müddət. O da bizdən asılı olmayan bir səbəblərdir. Nə vaxt alınsa inşallah həmin vaxtda köçəcəyik. Yenə də qaldığımız yerdən davam edəcəm. Yəni ki, ev vloglarımıza davam edəcəyik. Siz mənim necə vloglarımı bəyənirsiniz? Mütləq şərhlərdə yazın. Bilirəm, bəziləriniz deyirsiniz ki, fərqi yoxdur, nə çəksəm baxıram, bilirəm. Bunun üçün də sizə buradan
ürəyimi göndərirəm, sevgi göndərirəm. Çox sağ olun, var olasınız. Yenə də qızlar, mənə dəstək olmağı unutmayın. Vloqlarımı yaxınlarınızla paylaşın. Həm də ki, məni Instagram səhifələrindən də keçid edib izləyə bilərsiniz. Orada hər gün storylər atıram. Oradan daha çox mənim storylərimi əgər izləsəz, mən məsəl üçün mənə desəz hər gün story at, nə edirsən, hara gedirsən, nə edirsən, mütləq ki eləyəcəm. Ancaq mən bilmək istəyirəm ki, sizə maraqlıdırmı, yoxsa məni oradan yəni izləyirsiniz ya yox. Yoxsa təkcə məni YouTube-dan izləyirsiniz. Bunu mütləq bilməliyəm ki, ona görə qərarımızı bir yerdə verərik. Burada bilirəm mən gözəl xanımlar istəyir. Hamınızı sevirəm. Çox sağ olun. Yaxşı ki varsınız. Yavaş-yavaş vlogumu burada yekunlaşdırıram. Kanalıma dəstək olub, abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşərik.